aldehidlər bölməsində 44-cü testlə izahımızı davam edirik. Demək, bizə uşaqlar propanol 2 spirtini veribdir. Deyir, oksidləşməsindən alınan ketonu səmərəli üsulla adlandırın. Əgər biz propanol 2-ni oksidləşdirsək, bu zamanları demək, buradan biz bilirik ki, ikili spirtlərdən keton alınır və bu zaman alınacaq aseton. Çünki 3 karbonlu spirtin, aldehidin daha doğrusu adı asetondur və bunun aseton tarixi adıdır və əgər biz bunu beynəlxalq adlandırsaq propanon adlanır. İndi bizə deyir səmərəli üsulla adlanır. Səmərəli üsulla adlandıranda biz bunun demək karbonil qrupu olan hissəni keton kimi götürürük və radikalların adını deyirik və bu maddənin adı olacaq nə? Dimetil keton. O da olacaq nə? Y variantı. Sonra növbəti keçirik 49-cu testə. 49-cu testdə aldehiddir uşaqlar. Aldehiddə sigma rabitələrinin sayı deyir A-1-dir. Sonra aldehidin hidrogenləşməsindən sonra deyir alınan maddənin sigma rabitəsinin sayını istəyir. Demək, biz də aldehidlər hidrogenləşəndə uşaqlar biz deyirdik ki, spirtlər alınır da aldehidlərin hidrogenləşməsindən və aldehidlər hidrogenləşəndə özünə 2 hidrogen atomu birləşdirir. 2 hidrogen atomu da 2 sigma rabitəsi deməkdir. Yəni buradan alınır CH2OH. Yəni 2 sigma rabitə burada artır. Əgər aldehidin sigma rabitəsi A-1-dirsə də, onda spirtin sigma rabitəsi A-1 plus 2-dir. O da olacaq nə? A plus 1-ə bərabər olacaq. Olacaq cavabımız A variantı. Sonra növbəti baxaq 58-ci testdə gümüş güzgü reaksiyasına 0,4 mol gümüş əmələ gəlmişdir. Biz də bilirik ki, aldehidlərin gümüş güzgü reaksiyasının oksidləşməsi zamanı bu zamanlar 2 mol gümüş əmələ gəlir və 1 mol aldehid reaksiyaya girəndə, yəni 58 qram indi bizdəki aldehid propion aldehid olduğu üçün 58 qram yerində 2 mol gümüş əmələ gəlirsə, onda 0,4 mol əgər gümüş əmələ gəlibsə, bizdən soruşur ki, neçə qram propion aldehid reaksiya daxil olub? X o da bərabər olacaq. Demək, neçə olacaq? 11,6 olar cavab. Olar D variantı. C variantı. Cavab olar C variantı. 59-cu testə baxaq. Deyir, neçə qram sirkə aldehidin mis-2 hidroksidlə reaksiyasından 14,4 qram mis oksidi alınır. Demək, sirkə aldehidinin uşaqlar reaksiya zamanı mis-2 hidroksidlə reaksiyası zamanı nə alınırdı? Alınacaq sirkə turşusu və bir də buradan çıxacaq mis-1 oksid və bir də buradan çıxacaq nə? Su. Yəni, burada 1 mol sirkə aldehidindən 1 mol mis-1 oksid çıxır. Mis-1 oksidin kütləsini də özü verib 144-dür. Yəni, 44 qram aldehid reaksiya daxil olanda 144 qram nə çıxır? Mis-1 oksid çıxır. İndi bizə deyir ki, mis-1 oksid 14,4 qram çıxıb. Onda x qram sirkə aldehidi reaksiya girəndə olacaq 14,4. Onda cavabımız olacaq nə? 4,4-ə bərabər olacaq. Cavab olacaq nə? D variantı.